İndi səhnəyə mənimlə çiyin-çiyinə bu boyda konsertin əziyyətini çəkən gözəl şairəmiz Aşıq Pəri Məclisinin sağ əli Südabə İrəvanını dəvət edirəm. Buyur. Bir belə tərifdən sonra kim gəlməz ki səhnəyə? Əziz evlilər, vətənimizin müstəqilliyinə həsr olunmuş bu gözəl konsertdə, bu möhtəşəm konsertdə xoş gördük sizləri. Vətən elin evi, elin dayağıdır deyib atalar. Vətən mənliyimizdir, kimliyimizdir, ucalığımızdır. Vətən ayağımızı inamla bastığımız torpaq, güvəndiyimiz yuvarlı dağ, sığındığımız doğma ana qucağıdır. Vətən məhəbbəti, məhəbbətin ən ucası, ən alisi. Vətən yarası, qaraların ən dərini, ən acısı. 1918-ci ildən bu yana keçən bir zamana nəzər salsaq, hamımız bilirik də, yaxşı görərik də, bu vətən nədən keçib, nələrdən keçib, nə qədər qan qada tökülüb, bu torpağı qan yuyub, od qovurub. Çox vətəndaş itirib, çox torpaq itirib. Amma bu vətən büdürüyüb, yıxılmayıb. Nəhayət sonradan elə ayağa durdu, elə qüdrətli dövlət oldu ki, elə bir möhtəşəm qələbə çaldı ki, sədası dünyanı dolaşdı. Azərbaycan adı, Azərbaycan dövləti, elə Azərbaycan xalqı dildən dilə gəzdi, məşhurlaşdı. Ölməz şairimiz Abbas Səhət deyir ki, vətəni sevməyən insan olmaz, olsa o şəxsdə vicdan olmaz. Elə bizi də qələbəyə aparan, bizim vətənə sevgimiz, vicdanımız, birliyimiz, həmrəylimiz oldu. Bugün sıralarımızda qazilərimiz də əyləşib. Alqış, vətən yolunda yarıcan olan qazilərimizə alqış. Alqış bu birliyə, bu həmrəyliyə. Alqış bu qüdrətli dövlətə. Alqış, Azərbaycana alqış. Mənim dəyərlilərim, əzizlərim, sizdən bir alqış da istəyəcəm. Uzun illərdə Aşıq Pəri Məclisinin başında mərd-mərdanə dayanan, bütün çətinliklərə ləyaqətlə, mətanətlə sinə gərən, mədəniyyətimizi, sazımızı, sözümüzü yaşadan, pərilərini ana kimi öz ətrafına, öz qolunun altına yığan Pərvanə xanıma, bir də Pərvanə xanımla qoşa, sazın tellərində vətən eşqini mahnıya çevirib dünyaya yayan, yazdığı hər misrada vətən eşqini yaşadan, ürəkdə vətən eşqi daşıyan gözəl pərilərimizə alqışlar olsun. Eldən ilə köçən durna, səmalarda uçan qatar, ağır dağdan salam götür, savalana salam apar. Oğuz eldən qıpçaqlara, Bulqarlara salamlar var. Birliyimiz vursun yenə, naxış Türkün birliyinə, alqış Türkün birliyinə, alqış Türkün birliyinə. Özbək, Çuvaş, Uyğur, Qazaq, Tatarlardan axıb gəlib, Türkiyədən, Türkməndən, Qırğızlardan qalxıb gəlib, tufanlara sinə gəlib, İldırımdan çaxıb gəlib, neyləyər ki, tufan, yağış, qar, qış Türkün birliyinə, alqış Türkün birliyinə, alqış Türkün birliyinə. Fəxr ilə öz ilhamınla irəli get Azərbaycan, bir yenilməz ordu yarat, qoyadlansın adı Turan. İgid çağır qumruqlardan, başqırlardan, qaqavuzdan, hamı etsin bir ağızdan, çağırış Türkün birliyinə, alqış Türkün birliyinə, alqış Türkün birliyinə. Qələbə ilə başa çatdı Qarabağda savaş günü, hər qanaqan, hər canacan, qisas günü, kəsas günü. Çox gözlədi Türk dünyası.
dünyası bu birliği esas günü. Secde eyle soy köküne, barış Türk'ün birliğine. Alkış Türk'ün birliğine, alkış Türk'ün birliğine. Hoş o güne ay sidarbe, Turan eli kurularsa, yumruk kimi berkiyerse, bütövleşip bir olarsa, Türk eline göz dikenler üreğinden vurularsa, edecekti gelen nesil, alkış Türk'ün birliğine. Onlar yurdu, canım vətən, gel eyleyek, çağırış Türk'ün birliğine. Alkış Türk'ün birliğine, alkış Türk'ün birliğine, alkış Türk'ün birliğine. Alkışlarınız güzel gelsin. Her bir sanatkarın en büyük töhfəsi tamaşaçının alkışlarıdır. Var olun.